Mən Fəzal Ağamalıyev üçün rayondan, Salyandan meyvə gətirmişəm. Eşitdim meyvə ala bilmir. Salamünaleyküm. Nə tərsiniz? Fəzal müəllim üçün meyvə gətirmişəm. Aparı verə bilərik rayondan. Aydındır. Rayon cəmaatı meyvə. Aydındır vətəndaş, aydındır. Təşəkkür. Meyvə Sonsuz minnətdarım. Meyvə göndərdim. Verəcək, narahat olma. Salyan cəmaatı adından. Təşəkkür. Təşəkkür, minnətdarım. Allah aparın, xahiş edirəm. Narahat olma. Almasa özünüz narahat ol. Biri Jalə xanımındır. Bu da Fəzal Ağamalıyev. Jalə xanımın o qədər də ehtiyacı yoxdur. Fəzal Ağamalıyev 7000-ə yaxın maaş alır, bir mövsüm meyvəsi yeməmişəm. Bu milləti xalqı ələ salır. Cəmaət 250 manat maaşa zorla dolanır. İnsanların uşaqlısın deməkdən, problemləri qabardmaqdan millətin xalqın, millətə bu ifadələri ləkədir, ayıbdır, ayıbgətizli bir şeydir. 7000 maaş alırsan, 6000, 7000 nə qədər şirkət rəhbərisən. Rayonda, Salyanda deputatısan ki, 4-cü komissiyası ilə deputat olursan, ərazilər, torpaqlar, obyektlər qalmayıb alınırsan, amma bugünkü günə qədər heç bir Salyan xalqına, heç bir qaziyə, heç bir şəhidlərin heç birinin dəfnində iştirak eləməyib.